İsrail ordusu ve Amerika hərbi qüvvələri İrana qarşı mümkün yeni hərbi əməliyyat ehtimalı fonunda hazırlıq səviyyəsini artırıb. İsrail mediasının məlumatına görə rəsmi Vaşinqtonun mümkün qərarı ilə bağlı qeyri-müəyyənlik davam etsə də, hər iki ölkənin ordusunda müxtəlif ssenarilər üzrə hazırlıq işləri gücləndirilib. Məlumata görə İsrail ordusu İranın ehtimal olunan cavab hücumlarına qarşı hava hücumundan müdafiə sistemlərini və digər təhlükəsizlik tədbirlərini maksimum hazırlıq səviyyəsinə gətirib. Bununla yanaşı, İsrailin daxili cəbhə komandanlığı mülki əhali üçün təhlükəsizlik qaydalarına hələlik hər hansı dəyişiklik etməyib. Amerika prezidenti Donald Trump daha əvvəl İrana qarşı planlaşdırılan hücumun diplomatik səbəblərə görə təxirə salındığını açıqlasa da, Vaşinqtonun hərbi variantlardan tam imtina etmədiyi qeyd olunur. İsrail mediası Amerika administrasiyasının müxtəlif ssenariləri qiymətləndirdiyini və zərurət yaranacağı halda qərarın qısa müddətdə verilə biləcəyini yazır. Hazırda Amerika tərəfindən İrana qarşı yeni hərbi əməliyyatın başlanmasına dair rəsmi qərar açıqlanmayıb. Analitiklər qeyd edir ki, bölgədə gərginlik yüksək olaraq qalsa da, hadisələrin inkişafı diplomatik təmasların nəticəsindən və tərəflərin atacağı növbəti addımlardan asılı olacaq.